Azərbaycanda bəzi vətəndaşlar pensiyaların verilmə tarixi ilə bağlı narazılıq edir. Qeyd edilir ki, Dövlət Sosial Müdafiə Fondu sözügedən ödənişləri hər ayın əvvəlində verməli olsa da gecikmələr müşahidə edilir. Pensiyanın maaşdan fərqli olaraq əmək fəaliyyətinin nəticəsinə bağlı olmadığı xüsusilə qeyd edilir. Pensiya əslində nə vaxt ödənilməlidir? Globalifo azad danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dünyada pensiyanın vahid verilmə tarixi yoxdur. Bu, hər bir ölkənin qanunvericiliyinə uyğun tənzimlənir. Məsələn, ABŞ-da pensiya vətəndaşın doğum tarixinə görə verilir. Əgər şəxs ayın 10-na qədər dünyaya gəlibsə, ayın 2-ci çərşənbə günü 11-20 arası doğulubsa, 3-cü həftənin çərşənbə günü, doğum tarixi 21-31 aralığındadırsa, 4-cü həftənin 3-cü günü pensiya alır. Almaniya və İspaniyada pensiya ayı sonu, Fransada isə əvvəli verilir. Almaniya və İspaniyada pensiya ayı sonu, Fransada isə əvvəli verilir. Fərqli təcrübələr mövcuddur. İqtisadçı bildirib ki, Azərbaycanda pensiyalar adətən ayın ilk 10 günü ərzində verilir. Narazılıqların xüsusi səbəbi yoxdur. Onsuz da pensiyaçılar evdə otururlar, şikayət etmək üçün zamanları çoxdur.